Həmçinin də dostlar, çox təcili bir rəydir burada və gördüyünüz kimi bir insan yazır ki, bir həftədə pul köçmür artıq, indi deyirlər 100 manat köçürmə et və 24 saat ərzində ödəniş atılacaq. Bu tamamilə yalandır. Qətiyyən aldanmayın və qətiyyən pulunuzu qoymayın. Bu artıq sonuncu qəpiyinizi də əlinizdən alıb sizi vapşe pis günə qoymaq üçün olan bir şeydir. Qətiyyən, əgər sizə kimsə pul borcludursa 500 manat, okey, 100 manat deyir ki, köçür sənə pulu qaytarım, 500 manatdan 100 manata çıxartsın, 400-ü sənə ödəsin, bu daha məntiqli olar. Aldanmayın, inanmayın və bu artıq sondur, qətiyyən pul qoymayın. Mən artıq burada gördüyünüz kimi bu yoldaşın rəyinə də fikir yazdım. Elə bu videonu çəkdiyim müddətdə bu rəy də gəlib mənə. Salam və mərkəz dostlar, bildiyiniz kimi Any-Unboxing adlanan bu piramida artıq batdı. Mən daha öncə xəbərdarlıq videosu çəkmişdim. Xəbərdar etmişdim ki, piramida artıq batıb, pul ödəmir və həqiqətən də artıq insanlar yazırlar ki, ödəmir. Burada gördüyünüz kimi insanlar yazır ki, kimsə yazır ki, Orxan Rəsulayev yazır ki, Nəsrullayev daha doğrusu yazır ki, bir ay əvvəl 100 manat qazandım və çıxdım. Və bəli, belə piramidalarda bəzi insanlar var ki, onlar çıxmağı bacarırlar və davam eləmirlər. Və amma menecerlər deyilən bir şəxslər var, hansıların ki, videoları zaten Instagramda da var, YouTube'da da var və ümid edirəm ki, onları tapıb müəyyən cəzanı onlara verəcəklər. Həmçinin gördüyünüz kimi, baxın, Azərbaycanda mənim kimlər inanın buna girib borc xərc pul atır, 2 qat götürsün. Şəxsən mən gördüm ki, qazananlar var, neçə aylardır və yoldum hər gün, yoldum bilmədim nə idi. Yəni, ümumiyyətlə, yəni, get gəl işdə 400 manat, yəni pulum bura qoyub, amma pul batıb. Artıq bitdi, bu Abdullayeva yazır, yəni ki, xanımdır. Burada bir dostumuz yazır ki, siz bu videonu 2-3 həftə öncədən paylaşardınız. Elə insanları aldadan da Vön oldu. Bəli, Vön açmışlar bir piramidanın adına. Ümumiyyətlə, Vön elə bir şeydir ki, siz günü sabah məsəl üçün gətir, aparım şirkəti aça bilərsiniz. Bu demək deyil ki, siz legal fəaliyyət göstərirsiniz. Siz acı olaraq Vön açırsınız və vergi ödəyirsiniz. Bunun legallığa dəxli yoxdur. Niyə mən 2-3 həftə əvvəl video paylaşmadım? Bəli, həqiqətən də mən bunları burada cavabda yazmışam və səsləndirəm də. Həqiqətən də əgər 2-3 həftə batmamışdan 2-3 həftə qabaq və hətta 1 ay qabaq mən video çəksəydim ki, bu batacaq və problem yanacaq, yəni bu videonu 1 ay əvvəl çəksəydim, burada bir çox menecerlər, bir çox hələ ki atasını heç belə qorumayan adamlar gəlib mənim videomun altında başlayacaqlar bu piramidanı qorumağa. Bəlkə də heç üzlərinə nəsə pis söz desən, heç elə reaksiya verməzlər, amma piramidanı sevənlər var, piramida üçün ölənlər var, canın verənlər var, hansıların ki, pətənəsin bu yaxınlarda ümid edirəm ki, artıq şikayətlər çoxalanda onları yer veriləcəklər. Burada həmçinin də, bax, sayta pul qoya bilərəm deyə araşdırma etmək istəyirdi bu yoldaş və mənim videomu onun qarşısına çıxdı və mənim videomu görüb bura pul qoymadı. Bu da mənim üçün çox sevindirici bir haldır ki, mən artıq şərait yaratdım ki, imkan verdim ki, kimsə buradan canını qutara bildi. Bir həftədir pulumu çıxara bilmirəm yazır fırıldaqdır. Bağlandısa oyun iki tərəfi hələ başlayacaq. Çox adam dəvət edənlər istədi. Valla bunun biri var idi Rusiyada, Finiko. Finiko məsələn lap böyük piramidaydı. Burada həmçinin mən artıq bezdim. Çünki bəziləri var ki, belə deyək də, heç atasının üstünə nəsə desən elə dəstəkləmir. Gəlib burada piramidaya cavabda çıxırlar. Burada həmçinin burada görürsünüz artıq bir-birinə yazışırlar. Gəldi pul yazırlar. Görünür ki, heç kimə pul gəlib eləmir. Narahat olmayın, sizə hər gün reklam izləyin, sizə gün pul gələcək. Hələ də inanıcı pul gələcək, amma belə bir şey yoxdur. Deyir, reklam izləyin. Oradakı reklam real olaraq YouTube hal-hazırda mənim baxın bu videoma 1000 baxışa $2 40 sent ödəyin mənə təsəvvürləyin. Siz gündə bir baxışa 8.50 necə qazanırsınız, mən onu bilmirəm. Salam piramida olduğu sözsüzdür. Bəs proqram içindəki satılan mallar nədir? Deyirlər, alırsan gəlib boşda. Bəli, malları sizə Kitaydan hansısa bir Kitay qıyıq göz problemsiz gözünü görə bilər və bu normal bir haldır. Bunları şikayət etmək lazımdır. Təbii ki, şikayət etməlisiniz. Çünki belə insanlar milləti belə yerlərə cəlb eləyib, pullarını itirməyinə vasitəçi olurlar və həmçində həmin piramidanı quran adamlar da təbii ki, küllü miqdarda pul qazanırlar. Adımızı silə yazır və digər burada var təbii ki, rəylər çoxdur və ümumiyyətcə yekun olaraq onu demək istəyirəm ki, dostlar, mən ümumən kimlər ki məni çoxdan izləyir, kanalımda da baxa bilərsiniz. Mən ümumiyyətcə çox piramidanın ifşasında iştirak etmişəm. Piramidaları ifşa etmək, yəni bu artıq mənim üçün bir növ hobbidir və sevdiyim bir işdir həqiqətən də. İnsanları xəbərdar etmək, insanları məlumatlandırmaq, çünki istəmirəm ki, mənim millətimə qarşı belənçindən hallar olsun və gördüyünüz kimi bu videoda mən 6 gün bundan qabaq yəni paylaşmışdım və kimlər ki belə deyək də bu videoya baxıb
belə deyə, bura pul qoymaqsa mənim üçün nə gözəl. Ona görə də dostlar, diqqətli olun. Daha artıq bu haqda hansısa bir video çəkməyəcəm. Çox diqqətli olun. Belə piramidalara inanmayın. İnternetdə qazanc göründüyü kimi asan deyil. İnternetdə qazanmaq üçün bunu ilk növbədə bacarmaq lazımdır. Bacarmaq üçün də sən çox şey öyrənməlisən. Sadəcə 100 manat qoyub varsa 200 manat götürün. Bu internetdə qazanmaq demək deyil. Bu deməkdir ki, hansısa fırıldaqçı səni yemləyir və bir neçə müddətdən sonra sənin iynəvi vuracaq. Və həmçinin də Unboxing Instagram səhifələri var idi. Hansılar ki, həmin 400-500 manata işləyən xalalar artıq səhifələri siliblər. Artıq siz hətta səhifələri tapa biləcəksiniz. Burada bir neçə YouTube videoları var. Amma mənə elə gəlir ki, bir çox menecerlər artıq söhbəti başa düşüblər və artıq səhifələr yoxdur. Bu adamlar görürsünüz, milləti zibilə saldıqdan sonra səhifələri də silib aradan çıxıblar. Amma internet heç nəyi unutmur. İnternet məsəl üçün bu xanımı unutmayacaq. Və ona görə də internet həmçinin baxın, bu blogerlər var, hansılar ki, Aysel Şükür adlanır, Unboxing cəmaata dürtüşdürən. Bunları internet unutmayacaq. Nə qədər silsələr də yenə də məlumatlar qalır, yenə də hansısa müəyyən şəkillər var, müəyyən məlumatlar burada qalır.